Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Bugün iyulun 1-idir və iyulun 2-sində olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, iyulun 2-sində Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq və şimşək çaxacaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz isə 26-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Dağlıq ərazilərdə və dağ ətəyi rayonlarda qısa müddətli leysan xarakterli olacağı və dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-22 dərəcə isti, gündüz isə 28-32 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz isə 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.